Səndən xəbərsiz ətrafında nələr çevrilir, nələr baş verir, gəl buna baxaq. Bu arada mən maddi durumla əlaqədar paylaşım eləmişdim. Çox az bəyəni yığıbdır, çox az baxış yığıbdır. Belə görürəm ki, maddi durum sizi narahat eləmir, maraqlandırmır və yaxud da ki, mənim səhifəmi izləyənlər ən çox aşk acısı çəkənlər və özü ilə məşğul olanlardılar. Neysə, okey, gəlin baxaq. Hal-hazırda ətrafında nələr baş verir səndən xəbərsiz. Bu nə ilə əlaqədardır? Hazırki enerjinə baxaq görək. Hazırda sən hansı enerjidəsən? Çox hazırda sözündən istifadə edirəm. Neysə, yəni boş verin də, yəni bu cümlələrə boş verin. Okay. Hazırda hansı enerjidəsən? Hazırki enerjinə baxaq və bu enerjidəsənsə bu sənə aiddir. Bir şeyi bitirib başqa bir şeylə uğraşmaqla əlaqədardır bu dəqiqə sənin enerjin. Yəni, nə isə bitirmirsən, sənə xeyirli gəlməyən, sənə uğurlu gəlməyən, işlə əlaqədar mı deyim, maddiyyatla əlaqədar mı deyim, münasibətlə əlaqədar mı deyim. Yəni, negativlərindən, ağırlıqlarından, sıxıntılarından azad olmuş bir dövrdəsən bu dəqiqə. Bu, təmizlik etdirənlərə də aiddir. Ola bilsin ki, təmizlik elətdirirsiniz və yaxud da ki, artıq fərqində varmısınız ki, nə isə var, nə isə baş verir və mən bunlardan xilas olmalıyam. Çünki burada, belə deyim də, işini bitirməklə əlaqədar ola bilər, münasibətini bitirməklə, ilişkini bitirməklə. Amma bu məsələnin içində yalan olubdur və buna görə uzaqlaşmısan. Yəni, yalanın olduğu bir şeylə əlaqədar uzaqlaşdırmısan, yəni, həyatından olan ya insanları, ya həmin situasiyanı. Okey, bu dövrdəsən bu dəqiqə. Gəl baxaq, səndən xəbərsiz nə baş verir, nəyi bilməlisən, yəni. Səndən xəbərsiz ətrafında nə baş verir, səninlə əlaqədar deyək də belə. Səndən xəbərsiz, səninlə əlaqədar ətrafında nə baş verir. Səndən xəbərsiz ətrafında o baş verir ki, sənə addım atmaq istəyən bir insan olubdur və yaxud da ki, sənə addım atan bir insan olubdur, hansı ki, ya bu dostluqla əlaqədar ola bilər, münasibətlə əlaqədar ola bilər, amma sən o insanı qəbul eləməmsən və o insan da gedib arxanca danışır. Sənin ətrafına, sənin ya dost ətrafına, ya iş ətrafına, sənin arxanca əməlli başlı dedikodular qırır. Yəni, bu insan sənin dalınca qeybətini qırır. Bu insan kimdir? Bu insan kimdir? Hansı ki, belə deyim də, yalancı olubdur o insan. Yəni, belə deyim, tutaq ki, keçmiş sevgilindir. Sənə barışmaq üçün addım atıbdır, qəbul eləməmsən, gedib sənin arxanca qeybətini qırır, istəyir sənə çatsın, sənin haqqında ağzına gələn danışır, olmayan şeyləri danışır. Və yaxud da ki, hansısa bir dostundur, sənə yalan satıbdır, tutaq ki, və sən onu bilmirsən, təkrar addım atıbdır, münasibətləri düzəltmək üçün sən onu qəbul etməmsən, uzaqlaşdırmırsan və gedib arxanca danışır. Bu iş ətrafı da ola bilər, hər hansı bir ətraf, yəni, sənin rədd elədiyin bir insan bu dəqiqə arxanca danışır. Bu insan kimdir? Kimdir bu insan? Bu insan kimdir arxanca danışan insan? Bu insan qadın çıxır daha çox. Qadın çıxır. Bu insanın özünün də ya ola bilər bu insan magiya ilə məşğul ola bilər, ya ola bilər özünün 6-cı hisslər güclü olan bir insan ola bilər. Ola bilər ki, hətta cadugərlərə tez-tez gedən bir insan ola bilər. Yəni, bu insanın səndən nə olubdur istəyi? Bu insanın səninlə əlaqədar bəs məqsədi nə olubdur sənə addım atmaqda? Bu insanın sənə addım atmaqda niyyəti nə olubdur səninlə əlaqədar? Bu insanın səninlə əlaqədar niyyəti nə olubdur? Bu insanın niyyəti sənə zərər vurmaq olubdur. Məsələ budur. Bu insanın niyyəti səndən bir çıxar əldə eləmək olubdur, amma sən heç bir şəkildə ona əl verməmsən. Belə deyim də, yəni heç bir şəkildə ona yol verməmsən və sən onun istədiyini ona verməmsən. Belə deyim, bu insan səndən istifadə eləmək istəyibdir. Belə deyim, loru dildə desək, səndən istifadə eləmək istəyib, amma istəyinə çatmayıbdır. Bəs indi bu insan səninlə əlaqədar planı nədir? Bəs hal-hazırda, bəs bu insanın səninlə əlaqədar... Burada təkcə qadın deyil, mən deyirəm, bu bir qadındır. Burada, belə deyim də, kişi də ola bilər, amma daha çox qadın enerjisində olanda, yəni, belə deyim, qeybəti sevən, nə bilim, dediqodunu sevən, nə bilim, belə bir şey də ola bilər, yəni, sırf qadın olmasın. Okey, gəl baxaq, hazırda fikrindəki insanın bəs sənlə əlaqədar niyyəti nədir? Həmin insanın sənlə əlaqədar hazırda niyyəti nədir?
oy, çox əsəbidir, dalaşmaq istəyir, davaya bəhanə tapa bilmir, sənə öz gücünü göstərmək istəyir, alınmayıbdır. Bu insan səninlə mübarizə aparmaq istəyibdir, alınmayıbdır. Səni yenmək istəyibdir, heç bir şəkildə alınmayıbdır. Çünki haqq, ədalət öz yerini tapıbdır. Yəni bu ilahi ədalət tərəfindən öz cəzasını alıbdır. Belə deyim, yəni bu oyun qurmaq istəyibdir və oyunları alt-üst olubdur. Sənə qarşı elədiyi bir haqsızlığın nəticəsində sənə Allah göstəribdir və ya hansısa bir şəkildə öyrənmisən və yəni alınmayıbdır bunun sənə qarşı uğursuzluq yaşayıbdır, belə deyim. Bəs indi səndən əlaqədar nə plan qurur? Fikrindəki insan indi səninlə əlaqədar nə plan qurur? Fikrindəki insan indi planı nədir səndən əlaqədar? İndiki planı nədir? Yəni indiki planını həyata keçirmək üçün onun heç bir şəkildə imkanı, şansı yoxdur. Sadəcə kənardan səni izləyir və sənin bir açığını axtarmaq istəyir ki, tapsın. Amma hələ ki tapa bilmir. Mən ona necə zərbə vura bilərəm, necə incidə bilərəm və yaxud da ki, bəzilərinizdə magiya ilə əlaqədar nə isə eləmək istəyir. O da alınmır. Yəni əli boşda qalıbdır. Gəl baxaq. O insan təkrar sənə addım atacaqmı? O insan təkrar sənə addım atacaqmı həmin insan? Bəli, bir məkan içində ola bilər, ya iş ortamında, ya hansısa bir ortamda o insan sənə addım ata bilər, yəni təkrar səndən əlaqə saxlamaq üçün, təkrar sənə addım atmaq üçün. Burada keçmiş sevgilindirsə, təkrar yəni hansısa bir şəkildə qarşına çıxa bilər, amma yəni mənası yoxdur. Çünki bunun niyyəti, burada şeytan kartı var, göstərmirəm. Onun niyyəti sadəcə, yenə deyirəm, səni oyuna gətirməkdir. Gəl baxaq, bəs bu insan sənə hansısa bir zərər vura biləcəkmi? Okey də, qeybətini qırsın, yüzü qırır, bu da olsun 101-i. Bu insan ciddi şəkildə sənə hər hansısa bir şəkildə zərər vura biləcəkmi? Bu insandan sənə zərər gələ biləcək. Dedikodularla gələ bilər, başqa bir şey deyil və sən də zaten onunla danışa bilən, onun dedikodusuna inanan heç kimlərin fərqinə varmırsan, yəni heç kimləri ciddiyə almırsan. Sənin ətrafında sənin haqqında dedikodular gəzə bilər, bəs bu dedikodular, yaxşı, onun danışdığı insanlar, tutaq ki, sənin qeybətini qırır, sənin haqqında nələrsə danışır, ona inanırlarmı? Onun sənin ətrafında, sənin haqqında kimlərəsə danışırsa, həmin insanlar ona inanırlarmı? Bəziləri şoka düşür, bəziləri sorğuluyurlar ki, ola bilməz, bu belə eləyə bilməz, bəziləri inanırlar. Yəni, belə deyim, sənin dost ətrafına da danışır, sənin düşmən ətrafına da, hər bir ətrafa danışır və zaten içində fəsad olanlar ona inanmağı seçirlər və bu mövzunu daha da yayırlar. Yaxşı, bu dedikodunun, bu söz-söhbətin sənə hansısa bir şəkildə hər hardasa bir zərəri gələcəkmi, yəni zərəri dəyəcəkmi bu dedikodunun? Yox, dəyməyəcək, yəni. Daş atır, divara dəyir, yəni. Onun arxadan atılan daş topuğa dəyər. Kainat sənə nə məsləhət görür, bəs o insanla əlaqədar nəyi məsləhət görür kainat? Sən güclüsən, güc səndədir, boş ver, özünlə tamamlan, öz gücünlə tamamlan, necə kəskinsən, necə sərtsən, elə də davam elə və heç bir şəkildə fikir vermə. Yaxşı, bəs belə bir sual verək, yenə çox uzun video oldu, 2x-dən qulaq asacaqsınız, bilirəm, ona görə, neysə. Bəs bu insan özü cəzasından çəkəcəkmi, yəni, sənə elədiyi haqsızlığa görə, pisliyə görə, etmək istədiyinə görə cəzasını çəkəcəkmi? 3 vaxt içində onun yenə də başına bir iş gələcək. İlahi ədalət onu təcəlli eləyəcək. Belə, yəni özü üçün onun münasibəti varsa, münasibətlə əlaqədar ilişkisi pozulacaq. Bunun hətta evli bir insandırsa, ailəsi ilə əlaqədar sıxıntı yaşayacaq, problem yaşayacaq. Yəni bu insan bəli cəzasını çəkəcək və səndən əl çəkəcəkmi? Həmin zaman onun cəzasını çəkəndə səndən əl çəkəcəkmi? Bir müddətlik əl çəkəcək, amma sonra anidən bir gələcəksən, yenə hardasa, haralardasa danışır sənin haqqında. Nəysə, boş ver, yəni. Çünki bu insan özü fitnə fəsadlı insandır, özü paxıl insandır və bu kiminsə haqqında danışmaqla düşünür, onu yerə sala bilər, ona görə boş ver. Aldım, gəldim üçünsə profildəki nömrə ilə əlaqə saxla.